Salam dostlar, bugün 27 sentyabr. Azərbaycanın 44 günlük savaşının zəfərə gedən yolun başlanğıcı. Və bugün Azərbaycan dünyaya əxlaqlı savaşın nə olduğunu göstərdi. Və bugün Azərbaycan oğulları 27 ildir o topraklarda qanı quruyub, qısası alınmayan, mənim evimdən də olan Habil qardaşımın, Nizami qardaşımın, Müşfiq qardaşımın, Şahin qardaşımın və onun kimi 30 min şəhidin qısasının aldığı gündür. Bugün bütün qışqırtmalara rağmen bir sivilin burnunu qanatmayan ki gözümüzün qabağında İsrailin nə qədər əxlaqsızcasına savaş əxlaqı deyilən bir şeyi bırakmayıp savaşanlarla değil küçük çocukları öldürdüğünü gördük. O gün 44 günlük savaşta biz ermənilərdən də bunu gördük. Əskərə değil daha çok sivili hedef aldığını gördük. Ve biz bugün eyni zamanda Rusların da Ukraynada, Ukraynalıların da Rusiyada, Rusların içerisinde öldürdüğü körpə uşaqları ve sivilləri gördük. Ve ikisi deməyim odur ki Azərbaycan bəlkə də ümumiyyətlə Türklərin bir savaş əxlaqı var. Bunu kimsə dana bilməz. Türkiyədə bunu Afrində və Güneydoğudakı operasyonlarda göstərdi. Və ardından Azərbaycan dünyaya göstərdi ki, savaşarkən daha çox canım da getsə, sivilə toxunmamaq. Və o qəhrəmanlarımız bizə dik duruşu öyrətdilər. O gün onların o başlattığı o yol bizə 44 gündə bir millətin necə birləşə biləcəyini, bir millətin dəyərləri ətrafında, vətəni ətrafında necə bir olduğunu öyrətdilər. Umarım haqları bizə helal olur, edərlər. Mən şəhid cənazələrində, qazi cənazələrində, ümumiyyətlə hərbiçi cənazələrində haqqınızı helal edirsiniz kəlməsindən nifrət edirəm. Çünkü mənə görə hoca o qəhrəmanları yetişdirən ailələrə də üzün tutub deməlidir. Haqqınızı bu cənazəyə gələnlərə, bu xalqa helal edirsinizmi? İndi buradan üzümü o ailələrə tutub deyirəm. Haqqınızı bizə helal edin. Sizin böyütdüyünüz min bir əzabla bir qarnı az, bir qarnı tox olan o qəhrəmanlar hər şeyə və hər kəsə rağmen, bütün oyunlara və bölücülüyə rağmen o vətən üçün kənətləndilər və ətlə dırnaq kimi oldular. Onlar bizim qəhrəmanlarımızdır və bizə elə bir tarix yazıb verdilər ki, min illər boyunca öyünəcəyimiz tarix. Onlar bizə son 200 ildə kaybetməyi şuur altımıza yerləşdirənlərdən fərqli olaraq siz istərsəniz yenidən geri ala bilərsiniz məfkurəsini öyrətdilər. Onlar bizə bu yolda ısrarla yürürseniz hayaller olan Turan'a mütləq erişirsiniz dediler. Onlar bize 30 ildir elinizde olanı koruyun, hələ bir de Qarabağ malasız diyenlerin dediği sözleri ağızlarına tıkmağı öğrettiler. Biz istersek, hazırlaşarsak o torpağı geri alırıq. Yani vazgeçmediğimiz sürece zafer bizimdir kəlməsinin doğru olduğunu öğrettiler. Hiç unutmuram. Bugün gece sabaha kadar yuxum ərşə çəkildi. İndi də bugün de bir arkadaşımızla bunu danışarken duygulandım ve ağladım. Yata bilmedim. Yatak otağından kalktım. Geldim salona. Ben telefonu yatak otağına götürmürəm. Ve salonda telefonu aldım elime. Baktım ki belə görüm ne var. Gördüm heç nə yoxdur. Baktım mənə WhatsApp'dan mesaj gelip. Bir dostumuz var, o aprel döyüşlərində də o mənə xəbər vermişdi, heç unutmuram. Məkanın cənnət olsun, gözəl Qənirəm. Qənirə Paşayeva ilə Aydın'da konferansdaydıq, yan-yana otaqdaydıq. Və mən baxdım ki, yazıb ki, döyüş başladı. Aprel döyüşlərində. Mən bunu yazdım. Yazan kimi, Face'ə düşən kimi baxdım, Qənirəm mənə yazdı. Yatmamısan, dedim. Dedi ki, sən hardan aldın o məlumatı? Dedim ki, mənbəmi söyləyə bilmərəm, amma güvəndiyim biridir. O da birinden soruşup önce deyiblər xəbərimiz yoxdur dedi. Sonra dedi ki sizdən gəl mənim otağıma biraz söhbət edelim. Mənim də yuxum gəlmir. Otağa keçəndə dedi ki başqa biri ilə danışdım.
doğruymuş, başlayıb qayıdıram Azərbaycana. Sabah da onun konferansı var idi. Dedim ki, bəs konuşma. Dedi ki, yox Nigar, uca şeye getməliyəm. Üzr istəyirəm ifadəmə görə. Bəzən bu itlərin kəlməsi dilimizdə olur deyə söyləmək zorunda qalırıq. Dedi ki, ancaq şey etməm lazım. Artıq Azərbaycana qayıtmam lazım. Və qayıtdı. Gəldik İzmirə, gecə də konsolosluqla danışdıq, VIP-dən. Buraya dedilər ki, millət vəkilimiz keçəcək. Yolcu etdim, evə gəldim. Yəni, o gecə, o günlərdə keçirdiyim o hissləri bu gün də keçirtməyə başladım. Acaba savaşı durdururlarmı dedik. Və həmin gecə Məhsətiyə yazdım, Məhsəti Şərifə. Deyirlər, savaş başlayıb, xəbərim var. Məhsət də yatmamış. Dedi, yox, xəbərim yoxdur, bir mən də araşdırıb. O arada Sevilə yazdım. Dedim ki, Seva dedim, deyirlər, savaş başlayıb. Mənə bir cümlə yazmışdı. Narahat olma, hər şey nəzarətdə, hər şey çox gözəl olacaq. Artıq heç nə eskisi kimi olmayacaq deyə bir mesaj atmışdı. Və sabaha qədər də elə olaylar izləyirik. Bir-iki nəfər yazır, hesablar, biriləri deyir yalandır, biriləri deyir doğru, amma artıq bir yola çıxıldı və ondan sonra da 44 gün boyunca inşallah bu savaşı durdurmazlar. Şuşaya qədər gedərik dedik. Düzdür, əminəm ki, çoxları da məni kimi ən az bir 7 rayon aldıqdan sonra 5 rayonda durdururlarmı deyə həyəcanı var idi. Yəni, bu zəfərdə xatırladığım o günlər və qonşularımın qapımı döyüb, normalda salamlaşmadığım qonşularımın 44 gün boyunca qapımı döyüb, çox şükür deyib, mənə sarılıb, mənlə bər o günlərin kutladıqlarını bilirəm. Aşağıda bir bakkalımız var, çörək almağa getmişdim. Onunla danışarkən adam mənə dedi ki, savaşla bağlı danışır. Bir yaşlı qadın belə çöndü. Dedi ki, dedi, siz Azərbaycanlısınız dedim. Qadın mənə sarıldı, hönkür-hönkür ağladı və təbrik etdi məni. Və mən bu şeyləri heç vaxt unutmayacağım. O günlər fərqli bir gün yaşamışdıq. Danışarkən duyğulanıram, kusuruma baxmayın. Yəni, yazsaq o 44 gün böyük bir kitab olur. Əmək keçən hər kəsə və o günlərdə yanımızda olan bütün dostlarımıza təşəkkür edirəm. Yaxşı ki varsınız. Yaxşı ki biz bu zəfəri birlikdə qazandıq və birlikdə qutladıq. Və bunu başqalarının adına yazmaqla deyil. Mənim 3000 şəhidim, 10 mindən çox qazim, 10 minlərlə əskərim, Azərbaycan devlətim təbii ki ilk saniyədən son saniyəyə qədər onun yanında olan Türkiyə Cumhuriyyətim var olsun. Asla bunu, əsla və əsla bunu unutmam və kimsəyə də unutturmam. Buna görə Azərbaycanda siyonizmin köpəkliyini yapan bir sürü var ki, mənə düşməndir. Heç belə umurumda deyilsiniz. Biz bu zəfəri digərlərinə paramızı verib silah alarkən Türkiyənin eyni zamanda mənəvi, maddi hər türlü dəstəyi ilə birlikdə kazanmışıq. Öncəlik tabii ki askərlərimizdir. Hepsinin məkanı cənnət olsun. Qazilərimizin qarşısında baş əyirəm. O səngərdə yatan, savaşan bütün qəhrəmanlarımızın qarşısında baş əyirəm. O günlərdə kənətlənən, zəngini ilə, fakri ilə, xastası ilə, sağlamı ilə kənətlənən insanlarımın Türkiyə Cumhuriyyətindən qalxıb vətəninə həkimlik yapmağa, həmşirəlik yapmağa gedən qəhrəman tibb işçilərimiz və oradakı tibb işçilərimiz, hər biriniz haqqınız bizə helal edin. Çox böyük insanlarsınız, böyük işlər gördünüz. Ayaqqabısı cırıq olmasına rağmen ayaqqabı parasını askərimə dəstəyə verən, özü üçün vəsabət parası toplayıb, getirib orada yaşat fonduna o dəstəyi, o parayı verən, o gözəl çocuğumuzun alnından, o yaşlı amcamızın əlindən öpürəm.